Mən çoxdandır bu sənəti sevirəm, dərzilik sənətin. Mən əvvəllər başqa yerdə işləyirdim. Hardasa iş yoldaşlarımla, belə yanıma gəlib gedənlərdən eşitdim ki, dövlətimizin layihəsi var. Ora müraciət eləyirsən, nə iş üzrə istəsən, sizə dövlət o yardımı verir. Getdim, müraciət elədim, sağ olsunlar, elə müraciət eləyən kimi ərizəmi qəbul elədilər. Yazıldım, durdum o növbəyə. Sağ olsunlar, oğlum müharibə veteranı olduğuna, yəni mən çox gözləmədim. Məni avadanlıqlarla təmin elədilər. Bu avadanlıqlarla işləyirəm, baxıram ki, çox şeydə köməkdir, irəliləyişdir. Əvvəllər işlədiyimiz maşınlardan çox fərqlidir. Mənə düz tikiş maşını verilib, 4 saplı overlock verilib. Bu reşmə maşını da o verilib, maniken verilib, petlə maşını verilib, bir də böyük ütü stolu verilib, bir də ütü verilib. Saç ustası üçün də, maşın ustası üçün də, mebel ustası üçün də hər kəs öz istədiyi avadanlığı orada müraciət edib ala bilər. Keçdim bu yolu, gördüm ki, sağ olsunlar, hər kəs üçün hər şeyi verirlər. Yəni sən sadəcə get müraciət elə.